Salam değerli əziz izləyicilərimiz, bu günləri Binəqə qəsəbəsində sağa gedən yol deyilən ərazidə asfaltın üzərində sizin üçün 3 sotda belə 2 mərtəbəli 7 otaqlı bir evin çəkilişinə gəlmişik. Dostlar, evimiz şəxsi evdir. Gördüyünüz kimi həyətimiz qəşəng genişdir. Evimiz asfaltın üzərindədir. Qazı, işığı, suyun, sayğacları, hər bir şey yerində değerli izləyicilərimiz. Evimiz qəşəng böyük evdir, şəxsi evdir. Evimizin bu sol tərəfində həyətində ayaq yolusu var. Sizdən bir dənə xahiş edeyim. Videonun sonacan izləyin ki, tam ətraflı məlumatı verin və qiymət də sonda deyiləcək. Evimizin özünə məxsus garaj da var dostlar. Tam asfaltın üzərindədir. Sizin üçün göstərəcəm. Belə əlavə olaraq həyətinə maşın girməyə də darvazası var. İndi sizin üçün göstərim. Tam asfaltın üzərindədir. Bu bizim garajımızdır değerli dostlar. Asfaltdır. Avtobusdan düşdün, girdin evə. Evin yanında market. Hər bir şey də var. Keçən indi alt mərtəbə ilə tanış edəcəm. 2 ailəyə tam yararlıdır dostlar. 2 ailəyə. Girişdə belə bir koridorumuz, değerli dostlarımız. Aşağı mərtəbədə bir dənə belə bir mətbəximiz, işığı yandıraq. Mebellər də qalır değerli dostlar. Burada belə bir otağımız var. Oturma otağıdır. Kombisi, hər bir şey var değerli dostlar. Burada belə bir əl damı deyək. Yəni kombi otağı, əl damı, bankaza yığmaq üçündür değerli dostlar. Bu hissədə də bizim sanuz evimizdir. Genişdir. Burada dostlar garajdır. Garajın otağı buradan gəlmir. Garajdan maşını saxladınız, bu qapıdan evə girirsiniz. Aşağıda elə bir otaq. Aşağıda bir otaq, bir dənə belə əl damı otağı, mətbəxi, sanuz evi və garajı. Qalxaq yuxarı, 2-ci mərtəbə. Yəni 2 ailəyə də yarayır. Qiyməti də münasib qiymətə deyilir dostlar. Keçirik. Bu da 2-ci mərtəbəmizin yuxarı koridordu, qəşəng geniş, hündürdür. Burada bir dənə belə bir yataq otağıdır. Qəşəng genişdir dostlar otaqlarımız. Bu bizim 2-ci yataq otağımızdır yuxarıda. Buraya da koridorudur. Bu bizim yuxarıdakı oturma otağımızdır. Qonaq otağıdır. Bu da bizim yuxarıda 4-cü yataq otağıdır. İndi üzülü sayısı əşya yığıblar. Değerli dostlar, evimizin qiyməti 120 min manata deyilir. İnşallah gəlinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanda satanda xeyir versin. Sağ olun, var olun.